Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. İkinci hissə test toplusundan olan test izahlarımız davam edir. Söz birləşmələri mövzusu ilə davam edəcəyik. İlk öncə onu xatırladım ki, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Başladıq birinci sualdan. Deyir ki, cümlələrin birində söz birləşməsi işlənmişdi deyir. Yarış çoxdan qurtarmışdı. Burada biz söz birləşməsini görmürük. Hamısı sözlərdir bunlar. Sizə zəng edəndə cavab verməzsiniz. Cavab verməzsiniz bizim xəbərimiz. Nə vaxt cavab verməzsiniz? Sizə zəng edəndə feili bağlama tərkibini biz görürük burada. Və belə deyək də, tərkibin tapılma qaydasını deyək ki, feili sifət, məsdər, feili bağlama şəkilçisindən əvvəlki söz və ya sözlər xəbərlə əlaqələnmirsə, cümlənin xəbəri ilə əlaqələnmirsə, deməli tərkibə daxildir həmin sözlər. Deməli orada tərkib var, feili birləşmə var yəni. Yaxşı, deməli biz burada nəyə tapdıq? Söz birləşməsi işlənmişdi. B variantında ilə tapdıq cavab kimi. Ondan sonra istintaq davam edir. Davam ol, et, bil sözlərinə diqqət eləmək lazımdır. Bunlar söz birləşməsi yarada da bilər, yaratmaya da bilər. Bu hal-hazırda mürəkkəb feildir burada davam edir. Yoxdur söz birləşməsi. Mən ki, belə deməmişdim. Burada söz birləşməsi yox, sözlərdən istifadə olunub. Ulduzlar doğrudan da heç vaxt sönmür. Ulduzlar doğrudan da heç vaxt sönmür. Burada biz söz birləşməsini görmürük. Deməli, söz birləşməsi yoxdur burada. Hamısı nitq hissələridir. Söz birləşməsi olmaq üçün ən az iki nitq hissəsinin birləşməsi lazımdır. Əsas nitq hissəsinin birləşməyi lazımdır. İkinci sual baxaq. Hər iki tərəfi ümumi isimlə ifadə olunmuş söz birləşmələrini müəyyən edin. Hər iki tərəfi ümumi isimlə. Baxaq. Deyir, dağdan enəndə kitab oxumaq ifadə olunmuş söz birləşmələrini müəyyən edin. Dağdan enəndə frazoloji deməyə üzr istəyirəm. Deməli, söz birləşməsi hesab olunacaq. Dağdan enəndə bu. Amma feili birləşmə hesab olunacaq. Bizə nə lazımdır? İsimlə. Hər iki tərəf lazımdır. Burada dağı götürdük ümumi isim, amma enmək sözünü götürə bilmərik. Yaxı, kitab oxumaq. Bunu da deyə bilmərik. Çünki bizə söz birləşməsinin hər iki tərəfinin isim olmağı lazımdır. Ona görə daha baxmırıq ardına. Quyu suyu. Quyu da isim, su da isim, söz birləşməsidir. İkisi də ümumi isimdir. Newton qanunu. Newton ümumi yox, xüsusi isim olduğuna görə variantın üzərinə keçdik. Baxaq, 5 almaq arzusu. 5 almaq arzusu, deməli, arzusu isimdir, ümumi isimdir və ismi birləşmənin əsas tərəfidir. İsmi birləşmənin aslı tərəfi 5 almaq, deməli, məsdər tərkibidir. İsmi birləşmənin aslı tərəfidir. Burada yəni isim deyəndə ki, 5 saydı, almaq feildir. Ona görə variantı keçdik. Aygün poeması. Baxarıq ki, Aygün poeması bizə nə lazımdır? İfadə olunmuş söz birləşmələrini müəyyən edin deyir də. Aygün bu mürəkkəb addır, amma birinci tərəfi nədir bunun? Xüsusi isimdir də. Götürə bilmərik bunu da D variantında. Dəniz havası. Bəli, ismi birləşmədir. Hər ikisi dəniz də, hava da isimdir. İstirahət parkı, hər ikisi isimdir. Meyvə ağac, hər ikisi isimdir. Ona görə də Y variantını götürək. Üçüncü sualla davam edirik. Söz birləşməsi ilə bağlı fikirlərdən biri doğru deyil deyir. İntonasiya bitkinliyi yoxdur deyir. Bəli, bu cümləyə aid olan məsələdir ki, intonasiya bitkinliyi olur orada, amma söz birləşməsində intonasiya bitkinliyi olmur. Əsas və aslı tərəfi olur. Deməli, doğru deyildir də. Bəli, söz birləşməsinin, sərbəst söz birləşməsinin əsas və aslı tərəfləri olmalıdır. Birinci tərəf aslı, ikinci tərəf əsas olur. Tərəflərindən biri əsas, digəri isə köməkçi nitq hissəsinə ibarət ola bilər. Heç vaxt köməkçi nitq hissəsi söz birləşməsinin ya aslı ya da əsas tərəfini yarada bilməz. C variantı səhv cavabdır. Ən azı iki müstəqil sözdən ibarət olur. Bəli, ən azı iki müstəqil əsas nitq hissəsinə ibarət olur sözlər özdə. Əsas tərəfin ifadə vasitələrinə görə ismi və feili olur. Bəli. Doğru cavablar idi bunlar. Dördüncü sualla davam edirik. Qaldırıcı kran. Qaldırıcı kran birləşməsi ilə bağlı fikirlərdən biri səhvdir adılır burada. Qaldırıcı kran. Kök və şəkilçiyə ayırırıq bunu. Qaldır sözün kökü, ıcı, leksik şəkilçi, kran da sözün kökü. Aslı tərəfdə iki leksik şəkilçi işlənmişdir. Aslı tərəfdə. Deyir ki, birləşməsi ilə bağlı fikirlərdən biri səhvdir deyir. İki leksik şəkilçi olmadı axı, orada bir dənə leksik şəkilçi oldu. Ona görə də səhv A variantı deyil. Formalaşmasında qrammatik şəkilçinin rolu yoxdur. Bəli, burada qrammatik şəkilçi yoxdur. Qrammatik şəkilçinin rolu olur ikinci növ və üçüncü növ təyin söz birləşmələrində.
Ona görə də B variantı doğru fikirdir. Əsas tərəfi isimlə ifadə olunub. Kran sözünü demək istəyir. Bəli, kran isimdir. Tabe olan tərəfi feildən düzəlmiş sifətdir. Qaldırmaq sözündən, qaldırmaq feilindən qaldırıcı sifəti yaranıb. Ona görə də bunu da doğru cavab kimi üzərinə xətt. Tərəfləri ayrı-ayrı cümlə özləri kimi işlənə bilir. Birinci növ təyin söz birləşməsi məsələn deyək ki, gözəl günlər. Gözəl günlər. Burada birinci tərəf təyin olur. Kran da məsələn müxtəlif cümlə özü olacaq da. Birinci növ daxil. Ona görə də bu da doğru cavab. Cavab hansı oldu? A variantı oldu. 5-ci sualla davam edirik. Hansı birləşmənin əsas tərəfi feil deyil? Müəllimin tapşırıqlarını yerinə yetirmək. Yerinə yetirmək feil deyil deyir də. Düzdürmü? Hansı birləşmənin əsas tərəfi? Bax, bu yerinə yetirmək nədir? Məsdər tərkibinin əsas tərəfidir. Ona görə feil deyil yazılıb da bizim üçün. A variantının üzərinə keçdik. Bütün olmuşları cəsarətlə danışmaq. Yenə də məsdər tərkibini görürük və əsas tərəf feillə ifadə olunub. Buna görə variantın üzərinə kiçik uşaqlara nağıl danışanda. Yenə də feili bağlama tərkibinin əsas tərəfdə işləndiyini görürük. Ona görə də keçdik. Bitkilərə qulluq etmək. Qulluq etmək əsas tərəf, ikisi feil hesab olunur, mürəkkəb feil. Bitkilər də aslı tərəf. Bu da sayılmaz. Ondan sonra insanın tükənməz arzusu. Aslı, əsas. Əsas tərəf feil deyil, arzu feil deyil. Ona görə də elə bu variantı götürürük, Y variantını. 6-cı, söz birləşmələrinə aid olmayan xüsusiyyət hansıdır deyir. Baxaq, bitmiş fikir ifadə edir. Bu cümləyə aid olan bir məsələdir. Qalan 4 variant isə söz birləşmələrinə aid olan cavablar olacaq. Ondan sonra keçdik, bu neçə idi? 6, 7-ci sual haradadır bəs? 7-ci sual nəyə ixtisara gedib? 5, 6, səhifə 19, səhifə 20. Burada 7-ci sualı görmədim. Bilməm nəyə görədirsə. Neyse, olsun oldu. Mən 8-ci suala baxım. Bilməm PDF-dədir bu problem. Yoxsa həqiqətən də belədir testdə. Yaxşı, 8-ci yenə baxaq. Ah, nələr duyuram, onun səsində misrasında işləmiş söz birləşməsinin sintaktik vəzifəsini müəyyən edin deyir. Bu duyuram xəbər. Yaxınlaşdırın bunu. Duyuram xəbər. Deməli, nələr olacaq orada? Nələri duyuram, yəni eləyə bilirik, tamamlıq. Nədə duyuram? Onun səsində. Onun səsində də tamamlıq. İsim birləşmədir və tamamlıq götürürük. Bunun B variantı. 9-cu sualla davam edək. Söz birləşmələri haqqında səhv fikri müəyyən edin deyir. Baxaq, əsas və aslı tərəfləri olur, bəli. Baş üzvlər vəzifəsinə çıxış edə bilmir, iştirak eləyə bilir. Məsələn, kənd havası gözəldir. Kənd havası söz birləşməsidir və mübtəda vəzifəsindədir. Xəbər vəzifəsində də ola bilər. Ona görə səhv cavab kimi elə B variantını götürürük. Digərləri doğru cavablar olacaq. Onların üzərinə xətt çəkək, baxmırıq da. 10-cu suala keçək. Birləşmələri, tərəfləri verilənlərə uyğun gəlməyən söz birləşməsini müəyyən edin. Sadə isim, üstəgəl düzəltmə isim. Sadə isim, üstəgəl düzəltmə isim. Baxaq görək, sadə isim, düzəltmə isim. Taxta, döşəmə. Taxta sadə isim, deməli döşəmə də leksik şəkilçi, sadə isim, üstəgəl düzəltmə isim. Bu variant buraya gəldi. Buraya kimi tapdıq. A variantı oldu bu. Sonra düzəltmə sifət, üstəgəl düzəltmə isim. Düzəltmə sifət, dünənki məsələn, bax, dünənki düzəltmə sifət, buraya kimi gəldik. Üstəgəl düzəltmə isim, görüşlər. Görüşlər, düzəltmə isim oldu. Bu variant da deməli buradan getdi. Bunu da davam edək. Bu formaya buraya kimi gəldik. Sonra düzəltmə sifət, üstəgəl sadə isim. Düzəltmə sifət, gərgin sözünə baxaq. Gərgin. Burada düzəltmə sifət, buraya kimi gəldik. Bu söz üçün. Üstəgəl sadə isim, vəziyyət. Bu variantı getdi. Gəldik, çıxdıq. Düzəltmə zərf,
düzəltmə zərf ucadan sözünə baxaq. Ucadan üstə gəl fe'li sifət danışan an var burada. Ona görə bu variantı getdi. Qaldı hansı variant? Qiyabi təhsil variantı. 10-da. İndi 11-ci sualla davam edək. Tərəfləri verilənlərə uyğun gəlməyən, yenə də infinitiv söz birləşməsi müəyyən edin. Sadə isim, düzəltmə isim. Sadə isim, düzəltmə isim. Baxaq, dəri. Bir dəqiqə bunu düzəltək. Dəri sadə isim oldu. Döşəkçə. Döşəkçə. Bu da leksik şəkilçi. Sadə isim, düzəltmə isim. Buraya kimi gəldik bu variant üçün. Bu getdi A variantı. Sonra düzəltmə sifət. Düzəltmə sifətə baxaq. Süzgün məsələn. Süzgün. Düzəltmə sifət. Tapdıq. Düzəltmə isim. Hələ arada düz gələcək. Baxışlar sözünə baxaq. Baxışlar. Düzəltmə isim də bu sayıldı. Bu variantda getdi. Sonra düzəltmə sifət. Üstə gəl sadə isim. Deməli, düzəltmə sifət. Solğun. Düzəltmə sifət oldu. Çiçəklər. Sadə isim. Bu variant da getdi buraya üçün. Düzəltmə zərf. Çoxdan sözünə bax. Çoxdan. Düzəltmə zərf üstə gəl fe'li sifət. Düzəltmə zərf üstə gəl fe'li sifətdir. Bu gələnlər sözündəki ənə görə. Ona görə də bu variantda getdi. Həndəsi silsilə variantı qaldı boş. Altından xətt çəkilmiş 12-ciyə baxaq. Altından xətt çəkilmiş hansı ifadənin tərkibindəki sözlər məna və qrammatik cəhətdən bir-biri ilə əlaqələnmir. Yəni ki, söz birləşməsi yaratmır. Sınaq imtahanı şagirdlərin həyəcanını artırırdı. Sınaq imtahanı, bəli, cəhətdən bir-biri ilə əlaqələnmir. Sınaq imtahanı yəni söz birləşməsidir. Söz birləşməsi olmaq üçün məna və qrammatik cəhətdən mütləq əlaqələnmə olmalıdır. Deməli, burada əlaqələnmə var. Vətən həsrəti də sona yetərmiş. Baxaq, vətən belə, bilirsiniz necə eləmək lazımdır bunu? Əlaqələnmir də, yəni söz birləşməsi deyil, ayrı-ayrı cümlə özvləridir. Bax, sona yetərmiş, baxırıq ki, sona yetərmiş xəbər. Nə sona yetərmiş? Vətən həsrəti. Məna və qrammatik cəhətdən əlaqələnib və söz birləşməsi yaradıb. İmtahan zamanı düzgün bölənlər üçün daha uğurlu olur. Uğurlu olur xəbər. Nə uğurlu olur? İmtahan, mübtəda. Deməli, kim üçün uğurlu olur? Zamanı, bax, buradan başlayır. Kimi üçün dedim. Deməli, tamamlıq, bundan zərfli göstərim, tamamlıq eləyəcək. Bunu da deyəcəm, bax, necə eləyirik tamamlıq. Biz üçün ilə bağlı suallar deyirdik ki, zərflik də ola bilir, səbəb zərfliyi, məqsəd zərfliyi və tamamlıq da ola bilir. Əgər biz bu üçünü buradan ixtisar elədik, buraya bir ə gəlirsə, ə şəkilçisi, onda tamamlıq sayılır o. Bax, biz deyirik ki, imtahan zamanı düzgün bölənlərə daha uğurlu olur. Bəli, alınır. Deməli, 3-ün üzərinə bu silək qırmızı olanları. Bu tamamlıq olur. Yəni, 3-ün zərflikdə olur. Ondan sonra məqsəd zərflikdə olur. Ondan sonra tamamlıq da olur, səbəb zərflikdə olur. Hal-hazırda tamamlıqdır. Metodunu da öyrətdim. Deməli, burada məna və qrammatik cəhətdən əlaqələnmə yoxdur da, yəni bu xətt çəkilən sözdə. Çünki ayrı-ayrı cümlə özvləridir. Ona görə də C variantını cavab kimi götürək. Yəni söz birləşməsi yaratmayıb altından xətt çəkilmiş hissə. Müğənninin oxumağı hamını heyran etdi. Heyran etdi nə? Müğənninin oxumağı hamısı mübtədadır. Ona görə əlaqələnmə və qrammatik məna cəhətdən əlaqələnmə var. Məhəbbətin ilahiliyi Füzuli yaradıcılığında fərqlidir. Fərqlidir. Xəbər. Deməli, nədə fərqlidir? Füzuli yaradıcılığında. Füzuli yaradıcılığında. Tamamlıq. Nədir fərqli olan? Məhəbbətin ilahiliyi, bu da oldu mübtəda və söz birləşməsidir. Cavab oldu C variantı. 13-cü suala baxırıq. Hansı nümunədə söz birləşməsi işlənməyib? O işlənməyib oldu. Baxaq görək. Gec-tez biz qonşu kəndə köçməliyik. Hara köçməliyik? Haraya köçməliyik? Qonşu kəndə. Deməli, bu qonşu kəndə, daha doğrusu kəndə köçməliyik.
yer zərfliyi hansı kəndə? Qonşu kəndə. Bu da birinci növ təyin söz birləşməsinin aslı tərəfi. İşlənməyib deyir də, burada işlənə bax. Axşam Rəsul məntəqədən evə gec gəldi. Baxaq ki, burada gec gəldi xəbər. Nə vaxt gəldi? Gec. Hara gəldi? Evə. Haradan gəldi? Məntəqədən. Zərfliklər. Kim? Rəsul. Nə vaxt? Axşam gəldi. Burada söz birləşməsi olmadı ki heç. Ona görə də işlənməyib deyir də, bəli, B variantını götürürük elə. Nərgizin çəkdiyi şəkillər dəhlizi bəzəyirdi. Bəzəyirdi xəbər. Nə bəzəyirdi? Nərgizin çəkdiyi şəkillər. Nərgizin çəkdiyi, yox, mən elə bilmişim, üçüncü növün aslı əsas tərəfi də o tərəflərdə olacaq. Bu fe'li sifət tərkibi olacaq. Haranı bəzəyirdi? Tamamlıq, dəhlizi. Nə bəzəyirdi? Şəkillər. Hansı şəkillər nərgizin çəkdiyi? O da təyin. Burada var. Nərgizin çəkdiyi fe'li sifət tərkibini gördük. O təzə çəkmələrini geyinib, təzə çəkmələr. Birinci növ təyin söz birləşməsi. Deməli, yox, geyinib var burada fe'li bağlama tərkibi. O ayrıca götürmürəm bunu. O təzə çəkmələrini həyətə düşdü. Necə düşdü həyətə? Nə tərzdə düşdü? Təzə çəkmələrini geyinib. Düz xətt, zərflik, fe'li bağlama tərkibi var burada. Burada da var da birləşmə, bəli, fe'li birləşmədir o. Səməd əmisinin boğuq qışqırtısını, əmisinin qışqırtısı, üçüncü növün aslı əsas tərəfləri var, bəli, var söz birləşməsi. Ona görə də buradan da keçdik. Cavab oldu B variantı. 14. Tərəfləri verilənlər uyğun olmayan söz birləşməsini müəyyən edin. Bayaq belə bir sual var idi. Hansı idi bu suallar? Bu 11-ci sual məsələn. Elə bir sual idi. Tərəflər verilənlərə uyğun olmayan deyir. Baxaq. İsim üstəgəl isim. İsim üstəgəl isim. Torpaq yol. Bu variant getdi. İsim üstəgəl isim. Zərf üstəgəl isim. Baxaq görək. Aşağı təbəqə. Yer zərfi. Burada isim. Bu variant da getdi. Ondan sonra bunu da silək. Əvəzlik üstəgəl isim. Əvəzlik üstəgəl isim. Bu kitab. Birinci növ. Bəli, bu da var. Əvəzlik üstəgəl ismini sildik. Sifət üstəgəl isim. Gümüşü qaşıq. Rəng bildirir. Gümüşü qaşıq. Ona görə bu variant da getdi. Qaldı hansı? Daşınası yük variantı 14-də. Tərəfləri verilənlərə uyğun gəlməyən söz birləşməsini müəyyən edin. Eyni tip. İsim üstəgəl isim hardadır? Baxaq. Asfalt döşəmə. Asfalt döşəmə. Deməli, döşəmə. İsim üstəgəl isimdir, bəli. Demir ki, sadə düzəltməni, yox. Sonra bunu xətt çəkdik. Zərf üstəgəl isim. Zərf üstəgəl isim. Yuxarı məhəllə. Bu variantı getdi. Sonra əvəzlik üstəgəl isim. Əvəzlik üstəgəl isim. Həmin işarə əvəzliyi. Bu da isim. Bu da getdi. Sonra sifət üstəgəl isim. Sifət üstəgəl isim. Armudu forma bildirən. Armudu stəkan. Bu da getdi. Qaldı hansı variant? Paylanası yardım. D variantı. Baxaq indi 16-cı suala. Hansı nümunədə söz birləşməsi işlənməmişdi? Dağlar, meşələr, göllər yer üzünə gözəllik verirdi. Yer üzü. Yerin üzünə. Söz birləşməsi ikinci növ. Var burada söz. Uzun hörüklü qız anasının qulağına söz birləşməsi. Həm də hörüklü qız da deyə bilərsiniz. Belə. Yəni söz birləşməsi var. Göy üzündəki buludlar, göyün üzü. Göyün üzü, bax söz birləşməsi. Sonra qar təpəci, yəni var söz birləşməsi. Çay sanki dərdini dağlara, dərələrə söyləyirdi. Söyləyirdi xəbər. Nə söyləyirdi? Çay. Kimə söyləyirdi? Yox, nəyə söyləyirdi? Dərələrə, tamamlıq. Dağlara, tamamlıq. Nəyi söyləyirdi? Dərdini, tamamlıq. Sanki də modal söz. Burada ham tək-tək sözlər cümlə özü oldu. Söz birləşməsi yoxdur cavabda. Yəni sualda. Bu variantda. Toğrulun ümid dolu baxışları. Toğrulun baxışları. Üçüncü növ təyin söz birləşməsi. Aslı əsas. Var burada da söz birləşməsi. Cavab D variantı 16-cı sualda. 17. Hansı nümunədə söz birləşməsi işlənməyib? Yenə də eyni tip sual. İndi baxırıq. Deyir ki, ağ köpüklü dalğalar, ağ köpüklü dalğalar. Elə köpüklü dalğalar deyə bilərsiniz. Dənizin sahili, bax bunu da deyə bilərsiniz. Yəni işlənib söz birləşməsi. Ondan sonra uşaqlar ağacın kölgəsi söz birləşməsidir. O məktəbə gələndə fe'li deməli bağlama tərkibi burada var. Yağışdan sonra otlar
Yağışdan sonra otlar sürətlə göyərirdi. Göyərirdi xəbər nə? Otlar nə tərzdə sürətlə nə vaxt göyərirdi? Yağışdan sonra qoşmalı isim. Qoşmalı isim. Söz birləşməsi yoxdur ki, burada yox. Köməkçi nitq səsi söz birləşməsi yaratmır. Aslı və əsas tərəfi yarata bilmir. Ona görə D variantında söz birləşməsi yoxdur. Quşun balaları elə söz birləşməsindən başlayır. Yuvada, deməli burada da söz birləşməsi var. 18. Cümlələrdən birində ismi birləşmənin tərəfləri arasında söz daxil edilmişdir deyir. İsmi birləşmənin tərəfləri arasında söz daxil edilmişdir deyirsə əgər üçüncü növü demək istəyir. Üçüncü növ. Məhsətinin övladlarından biri Təhsil Nazirliyinin aparıcı işçisidir. Məhsətinin övladlarından biri. Bax, söz birləşməsi. Deməli, bu belə burada götürə bilərik. Həm də Təhsil Nazirliyinin mürəkkəb adın aslı tərəfi olub burada. Təhsil Nazirliyi. Təhsil Nazirliyinin işçisi və aparıcı sözü var burada daxil olub. Övladları sözünü götürə bilərsiniz. Yəni, əsl tərəflər arasında söz daxil edilmişdir. Elə A variantını cavab kimi götürmək olar. Komitənin işçiləri, söz birləşməsinə bax, komitənin işçiləri. Bunun arasında söz daxil olmayıb ki, aslı və əsas yan-yanadır da. Keçdik bunun üzərinə. Mənim qardaşım söz birləşməsidir, bəli. Tərəflər arasında söz daxil olmayıb. Sonra tədbirin mükafatçısına söz birləşməsidir, bəli, söz birləşməsi üçüncü növdür, amma söz yoxdur oraların arasında. Aslı, əsas yan-yanadır. Maraqlı suallar verirdi. Bu da maraqlı suallar, söz daxil olmayıb onlar arasında. Stolun üstündəki, bax, söz birləşməsidir, bəli. Türkün tarixidir. Türkün tarixidir. Burada yoxdur. Yəni, tərəflər arasında söz daxil edilmiş bir dənə A variantında idi. 19. Cümlələrdən birində ismi birləşmənin tərəfləri arasında söz daxil edilmişdir, deyir. Eyni tipli sual. Düşmənlərin arzusu söz birləşməsidir. Ürəklərində qalacaqdır. Deməli, ürəklərində qalacaq xəbər nə? Düşmənlərin arzusu. Söz daxil olmayıb söz birləşməsi tərəflər arasında. Meşə gözətçisi, meşənin ikinci növ, hələ ömründə belə ayı görməmişdi. Deməli, bir dənə söz birləşməsi tapdığı, o da söz daxil olmayıb tərəflər arasında. Vətən torpağı söz birləşməsidir və söz daxil olmayıb. Bizim üçün müqəddəsdir. Başqa söz birləşməsi yoxdur. Ondan sonra rayonun qocaman müəllimləri, qocaman da tərəflər arasında daxil olmuş söz. Ona görə də bu 19-cu sualda D variantını götürürük. Vahid bacarıqlı idman ustasıdır. İdman ustası söz birləşməsidir. Deməli, yoxdur daha başqa. Başqa da yox, baxın. Başqa deyə bilmərik, yəni üçüncü növ kimi. Ancaq üçüncü növ ola bilər. Bu variantda keçdik, oldu D variantı. 20-ci. Hansı cümlələrdəki frazoloji birləşmələr bir-biri ilə antonimlik yaradır? 20-ci sualda. Baxaq görək. Üzün ağ olsun çoban. Üzü ağ olmaq. Yerin dağ olsun çoban. Frazoloji birləşmələr xətt çəkdim aşağısından bir də. Burada belə başa düşməyək də bunu, yəni bir cümlə daxil. Məsələn, birin içində iki dənə frazoloji olsun və bir-biri ilə necə olsun olar? Antonimlik. Elə yox. Məsələn, birinci variantda olan deyək ki, frazoloji birləşmə ilə hansısa variantda olan frazoloji birləşmə bir-biri ilə əksdir. Bax, belə bir şey tapmaq lazımdır. İndi ikiyə baxaq. Söhbəti eşidəndə əsgərin qanı bərk qaraldı. Deməli, əsgərin qanı qaraldı. Bax, bu qanı qaralma məsələsini götürək. Əsgərin də daxil olur. İndi baxaraq da, yəni ikidə də frazoloji birləşmə var. Bu evdə heç kəs ona gözün üstə qaşın var. Gözün üstə qaşın var məsələsi frazoloji birləşmədir. İndi baxaq görək, hələ ki bir-biri ilə əks olan variantları tapmamışıq. Arzu deyindi, üzün qara olsun. Bax, üzü ağ olsun deyirdi. İndi üzü qara olsun. Üzü qara olmaq da frazoloji birləşmədir və o birisi ilə birdə olan, dörddə olanla bir-birinə əksdirlər, yəni antonimlik yaradırlar. 5-ə baxaq, uşaqlardan ötürü burnumuzun ucu göynəyir. Bu da darıxmaq mənasında burnun ucu göynəmək. Və burada da başqa, məsələn, 5 ilə hansını götürə bilərik əks məna? Heç birini. Və yaxud da 2 ilə hansını götürə bilərik? Heç birini. Ona görə bunları xətt çəkirik üzərindən. Oldu 20-ci sualda 1 və 4 cavabları. 21-ci suala keçirik indi. Hansı cümlələrdəki frazoloji birləşmələr bir-biri ilə antonimlik
yaradır? Eyni tipli sualdır. Balaca dəniz atasını görəndə çiçəyi çırtlayır. Çiçəyi çırtlamaq sevinmək mənası verir. Baxaq da indi. Muğam dinləyərkən ağzımız açıla qalırdı. Heyran olmaq. Frazolu birləşmədir. Müharibədən danışanda hamının qanı qaralır. Qanı qaralmaq, bir də sevinmək. Əks mənadır, bəli. 1 ilə 3-ü götürdük. Bu ikisi bir-biri ilə əks məna təşkil edir. Ona görə də 1-3 gün. Bax, ağsaqqalların ağsaqqalların məsləhətinə qulaq asmalıyıq. Qulaq asmaq görürük, amma heç bir şey görütürə bilmərik həllik. Səfdərin qocalıqdan beli bükülmüşdü. Yox. 1 ilə 3-də olan, deməli, bir-biri ilə antonimlik yaratdı. İndi baxaq 22-ci suala. Söz birləşmələrinə aid xüsusiyyətləri müəyyən edin deyir 22-də. Məlumat vermə, sual təhrik məqsədi ilə işlədilir. Məlumat vermə aid olan xüsusiyyətlərdir. Məlumat vermə, sual təhrik məqsədi ilə işlədilir. Bəzən yüksək hiss, həyəcan ifadə edir. Bu söz birləşmələrinə aid olan məsələlər deyil, bu cümləyə aid ola bilər. Məsələn, məlumat vermə, sual təhrik məqsədi ilə işlədilir. Sual cümləsinə aid ola bilər. Yəni söz birləşməsinin cavabı deyil bu. Məsələn, hiss, həyəcan, nida cümlələrinə aid ola bilər. Ondan sonra 2-yə keçək. Bütövlükdə bir cümlə üzvü ola bilir. Bəli, söz birləşmələri bütövlükdə bir cümlə üzvü ola bilir, amma olmayanlar da var. Məsələn, birinci növtənin söz birləşməsi. İndi baxaq 3-ə. Məna və intonasiya bitkinliyinə malik olur. İntonasiya bitkinliyi sözünü görürük. Cümlənin cavabıdır bu. Cümlənin cavabıdırsa götürmürük onda bunu xətt üzərindən. Əşyaları, hadisələri, onların əlamətlərini sözlərə nisbətən daha konkret. Söz birləşməsi sözə nisbətən daha konkret məna ifadə edir. 4-ü götürürük. Əsas və aslı tərəflər olur. 5-i də götürürük. 2, 4, 5. İndi baxaq 23-cü suala. Mavi dənizin köpüklü dalğaları birləşməsində hansı sözlər yalnız aslı tərəf kimi işlənib? Bu artıq keçdik sintaktik əlaqə sualıdır bu. Bunu kiçikləyək. Sintaktik əlaqə sualdısa, deməli sintaktik əlaqənin tabellik əlaqəsi və tabesilik əlaqəsi olur. Tabellik əlaqəsi uzlaşma, yanaşma, idarə əlaqələr olur. İkinci və üçüncü növ tərəfləri arasında, ikinci növtənin söz birləşməsi, üçüncü növtənin söz birləşməsinin tərəfləri arasında yanaşma və idarə əlaqələri olur. Deməli, bunu daha ətraflı məlumatını öyrənmək istəyirsə, kanalda onun izahı var. Sintaktik əlaqələr mövzusunun izahı var məndə. Deməli, baxırıq, görək, üçüncü növ, bax, dənizin dalğaları, üçüncü növ görürük. Üçüncü növ görürüksə, yaxud da ikinci növdə ola bilər. Ox işarəsi həm belədən belə, həm də belədən belə. Aslı və əsas oldu mu? Oldu. Köpüklü dalğaları, yanaşma əlaqəsi oldu? Oldu. Amma ona ox gəlməyəcək üçüncüyə. Mavi dəniz, bu da yanaşma əlaqəsi ilə bağlandı. Bəli, bir-biri ilə. Deməli, hansı sözlərə ox işarəsi gəlmir? Biz görürük ki, 1-ə ox işarəsi gəlmir və 3-ə ox işarəsi gəlmir. Yalnız aslı tərəf, bəli. Ona görə 1-3 cavabını götürürük burada. 1, 3. Digər suala baxırıq, 24. Uca dağların qarlı zirvəsi birləşməsində hansı sözlər yalnız aslı tərəflər kimi işlənib? Eyni tipli sualdır. Baxaq yenə də dağların zirvəsi. Üçüncü növdür, bəli. Ox işarələrini göstərək tərəflər arasında. Belə ikinci məsələn deyək ki, birinci sözə ox işarəsi gələndə uzlaşma olur. Bundan belə gələndə idarə əlaqəsi olur. Qarlı zirvəsi, hansı zirvəsi? Yanaşma əlaqəsi oldu, bəli. Ondan sonra hansı dağların? Uca dağların. Bu da yanaşma əlaqəsi oldu. 1, 3. Yenə də burada da 1 və 3 cavablarını götürdük. 25-ci suala baxırıq. Söz birləşməsinin tərkibində ola bilən, lakin söz birləşməsinin yaranmasında iştirak etməyən sözlərdir. Köməkçi. Köməkçi nitq hissələri söz birləşməsinin tərkibində ola bilər. Lap ədatı, ötürü qoşması. Ona görə də 1-4 götürürük 25-ci sualımızda. Ondan sonra 26-ya bax, hansı əlaqələndirmə doğru deyilir 26-cı sualda. Baxaq görək, hörmətdən düşmək. Hörmətdən düşmək. Frazoloji birləşmə, fe'li birləşmə. Yəni ki, bu hörmətdən düşmək hansı hesab olunmur? Ya frazoloji birləşmə hesab olunmur, ya da fe'li birləşmə hesab olunmur. Deməli, baxaq indi frazoloji, hörmətdən düşmək frazoloji birləşmədir. Yəni məcazilik var da orada. Ona görə də 1 doğrudur, 2 yanlışdır. Ona görə də
fe'li birləşmə götürmək olmaz frazeolojiləri. Onlar sabit söz birləşmələridir. Ondan sonra İsa bulağı mürəkkəb söz yoxsa mürəkkəb ad? Hə. Deməli mürəkkəb söz olanda mütləq bitişik defislə olmalıdır. Bəzən də tərkib olur da, məsələn ol, et, bil, məsələn saylar tərkib yaradır. Ona görə də yəni mürəkkəb söz çox vaxt elə bitişik yazılır ya da defislə yazılır. İndi baxırıq ki, mürəkkəb söz olmaz da bu İsa bulağı. Bu mürəkkəb ad olar da. Ondan sonra yəni bu yanlışdır, bu doğrudur. Ondan sonra baxaq görək indi Xankəndi sözünə. Söz birləşməsidir yoxsa mürəkkəb sözdür? Burada 2 dənə sözü görürük, özü bitişib. Söz birləşməsi olmaq üçün mütləq ayrı yazılmalıdır. Ona görə elə söz birləşməsi cavabını götürək. Bizə doğru olmayan lazımdır da. Mürəkkəb söz isə doğru cavabdır. Götürmürük onu. Deməli burada oldu 2, 3 və 5 cavabları. Baxırıq 27-ci suala. Deyir ki, hansı nümunələrdə həm ismi, həm də fe'li birləşmə işlənmişdir? Maşın şəhərdən çıxanda dan yeri yenicə ağarırdı. Nə vaxt? Maşın şəhərdən çıxanda zaman zərfli idi və fe'li bağlama tərkibinə ifadə olunub anda. Fe'li birləşmə var. Dan yeri, ismi birləşmə. Dan yeri, ismi birləşmə. Onda biri götürdük. Ondan sonra ismi də var fe'li. Bu hadisə böyüklərin yaddaşında daha yaxşı qalıb. Məsdər fe'li, sifət fe'li bağlama şəkilçisini görmürəm cümlədə. Ona görə heç daha çox baxmağa ehtiyac yoxdur. Yəni fe'li birləşmə yoxdur o cümlədə. Özünü qayalara çırpan, bax fe'li sifət şəkilçisini gördük, ona görə ehtiyatlı olmalıyıq. Dalğalar, hansı dalğaların səsi? Özünü qayalara çırpan, fe'li sifət tərkibi ilə ifadə olunan təyin. Fe'li birləşmə var, var. Dalğaların səsi, ismi birləşmədir, bəli. Deməli, ona görə də 3-ü də götürürük cavab kimi. Cəmilin sir sifəti ciddi bir görkəm aldı. Yenə də məsdər, fe'li sifət, fe'li bağlama şəkilçisini cümlədə görmürəm. Daha heç ismi birləşməni də axtarmıram. Elə Cəmilin sir sifəti məsələn ismi birləşmə idi. Ondan sonra dan ulduzu üfüqdən boylananda, anda fe'li bağlama şəkilçisini gördük. Qoca səyyah şərqə doğru yola düşdü. Nə vaxt yola düşdü? Dan ulduzu üfüqdən boylananda zaman zərfliyinə fe'li bağlama tərkibi ilə ifadə olmuş zaman zərfliyi. Bu qoca səyyah da nə olacaq? Birinci növ təyini söz birləşməsi. Yəni ismi birləşmə sayılacaq. 5-i də götürdük. Oldu 1, 3, 5, 27-ci sualda. İndi isə 28-ci suala baxaq. Parlaq günəş ifadəsi əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Əsas nitqsələrindən ibarətdir. Parlaq sifət, günəş də isim. Bəli, doğrudan doğru götürmək lazımdır, yanlışdan da yanlış. Mürəkkəb addır. Yox, mürəkkəb ad deyil, söz birləşməsidir. Ondan sonra tərkibindəki sözlər məna həm də qrammatik cəhətdən əlaqələnib. Çünki söz birləşməsidir axı. Məna və qrammatik cəhətdən əlaqələnmə var orada. Qrammatik cəhətdən əlaqələnmə odur ki, yəni hər ikisi əsas nitq hissəsi olsun. Məna cəhətdən əlaqələnmə odur ki, yəni o sözlər yan-yana gələndə belə bir ifadə olsun. Parlaq günəş ifadəsi var da, bəli var. Ona görə bu doğru cavabdır. Biz doğru cavabı götürə bilmərik. Yanlış lazımdır bizə. Sonra intonasiya bitkinliyi cümləyə aid olan məsələdir. Ona görə 4-ü götürürük. Yanlış bir cavab kimi oldu 1 və 4. Baxaq indi 29-cu suala. Rəhman dünən təzə köynəyini geyinmişdi cümləsində birləşmənin əsas tərəfi kimi işlənən sözü müəyyən edin. Birinci birləşməni tapaq, təzə köynək. Təzə köynək deyəndə yanaşma əlaqəsi var burada. Təzə sözü köynək sözünə tabedir. Ona görə də işlənən sözü müəyyən edin deyirsə 4-ü götürürük cavab kimi. Cavab oldu burada 4. Baxırıq 30-cu suala. İndi bağışlamağı bacarmayan insanların ən pisidir. İnsanların pisi. Bu 3-cü növ təyin söz birləşməsidir və xəbər vəzifəsindədir. İsmi birləşmədir. Kim insanların ən pisidir? Bağışlamağı bacarmayan fe'li sifət tərkibi mübtəda vəzifəsindədir. Baxaq indi doğrudan doğru, yanlışdan da yanlışı tapmaq lazımdır. Deyir ki, tərkibində ismi birləşmə var. Bəli, elə xəbər ismi birləşmədir. Götürdük bunu, uyğun fikirlər lazımdır. Birləşmələrdən birinin əsas tərəfi məsəllə ifadə olunub. 2 dənə birləşmə var. Əsas tərəf, əsas.
heç bir əsas tərəfdə məsləhət görmədim. Aslı tərəfdə var. Ona görə 2-nin üzərinə xətt çəkdik. Hər iki tərəfi yanlış olan tapmalıyıq buradan. Hər iki tərəfi feillə ifadə olunan söz birləşməsi var deyə bağışlama bacarmayan. Hər ikisi feildir də. Bizə bu doğru fikirdir, bizə doğru lazım deyil, yanlış lazımdır buradan. Hər iki tərəfi isimlə ifadə olunan söz birləşməsi var. İnsanlar isimdir, pis isə sifətdir. Onun başlanğıc formasına baxırıq. Və bu yanlış cavab olduğuna görə 4-ü də götürürük cavabda. Baxaq indi 31-ci suala, 30-cu vaxtda 31-ci suala baxırıq. Nümunə ilə bağlı yanlış fikirləri müəyyən edin deyir. Orağın ağzından salamat qalmış sümbüllər nəmlənib sirkanların içində əyilmişdi. Əyilmişdi xəbər. Nə sümbüllər, ondan sonra necə əyilmişdi, nəmlənib əyilmişdi. Bu tərz hərəkət zəifliyi, feil bağlama ilə ifadə olunub. Harada əyilmişdi? Sirkanların içində yer zəifliyi. Hansı sümbüllər orağın ağzından salamat qalmış? Bu da olacaq feili sifət tərkibi ilə ifadə olunmuş təyin. Feili birləşmələr fərqli cümlə özü vəzifədir. Bir dənə feili birləşmə vardı burada. O da orağın ağzından salamat qalmış. Burada birləşmələr deyir. Ona görə də 1-i götürdük. Bizə səhv cavablar lazımdır. Yanlış cavablar. Baş sözlərdən heç biri söz birləşməsi ilə ifadə olunmayıb. Mübtəda söz birləşməsi yox, sözlə ifadə olunur. Xəbər də həmçinin. Doğru cavabdır. 2-ni götürmək olmaz. İsmi birləşmələrdən biri müstəqil cümlə özvüdür. İsmi birləşmələrdən biri. Burada əslində baxsaq 2 dənə ismi birləşmə var. Orağın ağzı. Bu da söz birləşməsidir. Və bu hissə. Ancaq bunu müstəqil cümlə özü götürmürük də. Biz feili sifət tərkibinin aslı tərəfi kimi götürə bilərik. Amma bir dənəsi sirkanların içi. Bax o ismi birləşmədir və müstəqil cümlə özüdür. Yəni zərflikdir. İsmi birləşmələrdən biri deyir. Bəli, düz deyir. Müstəqil cümlə özüdür. Bunu da götürmürük. Doğru cavab olduğuna görə. İsmi birləşmənin tərəfləri, yəni sirkanların içində, tərəfləri arasında söz daxil edilmişdi. Yox, haxdır. Burada aslı bu, əsas da bu. Söz daxil olmayıb ki. 4-ü götürdük. Feili bağlama, yəni nəmlənib sözünü deyir. İsimlə əlaqələnərək, isimlə əlaqələnməyib. İsimlə əlaqələnsəydi, nəmlənib sözü mübtəda olmazdı. Bəs hardan bilirəm ki, əlaqələnməyib? Sümbüllər əyilmişdi. Sümbüllər sözü əyilmişdi xəbərinə aiddir. Yəni mübtəda dax. Ona görə 5 də səhvdir. 5-i də götürdük. 1, 4, 5 oldu. İndi baxaq 32-ci suala. 32-ci sualda deməli hansı nümunələrdə həm ismi, həm də feili birləşmə işlənmişdir? Təkərlərin izi getdikcə enlənir və dərənləşirdi. Enlənir nə? Təkərlərin izi, ismi birləşmə var. Getdikcə sözdə tək qalır və feili birləşmə olmaq üçün deməli dikcə bunu feili bağlama təkid etmək üçün əvvəlki söz, yəni təkərlərin izi sözü xəbərlə əlaqələnməli deyildi. Ona görə bu cümlədə feili birləşmə yoxdur və keçirik variantın üzərinə. Min yeyənin olsun, min yeyənin olsun. Yeyənin olsun xəbər. O da ki, mürəkkəb feildir. Bunun bir əvvəlində qalmadı, yəni söz birləşməsi. Deyənin olmasın, bu da oldu xəbər və söz birləşməsi yoxdur cümlədə. Ona görə 2-ni keçdik. Yasəmən paltarını yuyub, kolların üstünə sərdi ki, qurusun. Sərdi kim? Yasəmən. Deməli, haraya sərdi? Kolların üstünə ismi birləşmədir, bəli, yer zərfliyi. Necə sərdi? Paltarını yuyub feili bağlama şəkilçisi var burada və bu da olacaq tərz hərəkət zərfliyi. Yəni feili birləşmə də var, paltarını yuyub söz birləşməsi var burada. Bir də kolların üstü ismi birləşməsi var. 3-ü götürdük. Külək əsər əsməz güllərin qoxusu bağçaya yayıldı. Deməli, yayıldı xəbər. Ondan sonra nə yayıldı? Güllərin qoxusu mübtədası ismi birləşmə ilə ifadə olunub. Nə vaxt yayıldı? Külək əsər əsməz. Bu da ki, feili bağlama tərkibi zərflik vəzifəsindədir. Və götürdük bir də 4-ü. Feili birləşmə də var, ismi birləşmə də var. Müəllim olmaq mənim uşaqlıq arzumdur. Mənim arzum bu ismi birləşmə. Mənim arzum. Bəs feili birləşmə müəllim olmaq yəni sayılmır. Ona görə ki, ol sözü yaşamaq və iştirak etmək mənasında deyil burada. Var olmaq mənasında deyil burada. Və bizdə oldu 3 və 4 32-ci sualda. İndi 33-cü suala baxaq. Deməli, burada göyün üzü qapqara qaralıb, havadan yağış qoxusu gələndə
qarğalar uşaq kimi sevinərdi və həmin axşam mütləq yağış yağardı nümunəsi ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Uyğun fikirlər lazımdır. Doğrudan doğru, yanlışdan da yanlış fikir lazımdır bizə. Biz baxırıq burada göyün üzü qapqara qaralıb havadan yağış qoxusu gələndə feili bağlama tərkibini görürük və deməli hardakı birləşmələr var, onların təhlil eləyək. Deməli qarğalar uşaq kimi sevinərdi, hələ ki yoxdur və həmin axşam ismi birləşməsini gördük burada. Deməli yağardı. Bir dəqiqə bunu düzgün təhlil edək. Nə vaxt yağardı? Axşam yağardı. Zaman zərfliyi hansı axşam? Həmin axşam. Bu da təyin. İndi baxaq cavablarımıza. Doğrudan doğru. Həm ismi, həm də feili birləşmələr işlənmişdir. Bəli, feili birləşməmizi tapdıq. Feili bağlama tərkibi. İsmi birləşmədə həmin axşam. Bəli, doğrudan doğru lazımdırsa birinə başladıq. İsmi birləşmənin tərəfləri arasında söz daxil edilmişdir. İsmi birləşmə həmin axşamdır, söz də daxil edilməyib. Həm də göyün üzü də deyə bilərik ki, o düzdür, müstəqil cümlə özü deyil, amma ismi birləşmədir də, o göyün üzü orada. O söz daxil olmayıb tərəflər arasında. 2-nin üzərinə xət. Feili birləşmələrin tərəfləri eyni nitq hissələri ilə ifadə olunmuşdur. Feili birləşmələrin deyir tərəfləri. Bir dənə feili birləşməmiz var, birincisi bizim. Deməli, gələndə feildir. Deməli, feili birləşmənin tərəfləri. Gələndə feildir. Göyün üzü qapqara qaralıb, havadan yağış yox. Deməli, tərəfləri eyni nitq hissəsi ilə ifadə olunmuşdur. Havadan yağış qoxusu gələndə. Deməli, havadan yağış. Deməli, biz burada feili birləşmələrin deyir tərəflərdə. Bizdə bir dənə feili birləşmə var bu cümlədə. O da ki, zaman zərfliyi vəzifəsindədir. Ona görə bu üçün üzərinə bir xət çəkirik, doğru götürə bilmərik onu. Feili birləşmələrin sözü deyir burada. Bütün ismi birləşmələrin tərəfləri ismlə ifadə olunmuşdur. Bütün ismi, buradan nə götürməliyik? Yanlışdan da yanlış cavabını götürməliyik. Bütün ismi birləşmələrin tərəfləri, deməli, ismlə ifadə olunmuşdur. Baxaq, göyün üzü, məsələn, ora baxsaq, orada görək ki, hər ikisi isimdir. Göy üz. Həmin axşam, biri əvəzlikdir həmin, biri axşam zaman zərfidir. Onda görə deyir isimli, hər ikisi isimli ifadə olunsun. Yəni ona görə 4 səhvdir, götürdük. 5-ə baxaq. İsmi birləşmələrdən biri xəbərlə tabelik əlaqəsindədir. İsmi birləşmələrdən biri. Göyün üzü o heç, o getdi. Çünki xəbərlə əlaqələnmir o göyün üzü. Yağardı. Olmur axı, əlaqəyə girmir o. Axşam yağardı. Xəbərlə tabelik əlaqəsindədir. Deyir ki, ismi birləşmələrdən biri xəbərlə tabelik əlaqəsindədir. İsmi birləşmə xəbərlə tabelik əlaqəsində deyil. Axşam sözü xəbərlə tabelik əlaqəsindədir. Bir də bunu deməli, axşam sözü də ki, ismi birləşmənin tərəfidir də, yəni əsas tərəfidir. Bu belə bir şey onda düz çıxardı ki, bu 5. İsm məsələn ikinci növ və yaxud da üçüncü növ olsun və xəbərlə əlaqəyə girsin o. Burada birinci növ təyin söz birləşməsini görürük. Və birinci növün də əsas tərəfi əlaqəyə girib. Aslı tərəfi əlaqəyə girməyib ki, xəbərlə. Aslı tərəfi də həmin sözdür. Həmin yağardı olmaz ki. Ona görə 5 səhvdir. 5-i biz cavab kimi götürürük, yəni səhv cavab kimi. İndi bunlar yəni yanlış cavablardır. Feili birləşmə xəbərlə tabelik əlaqəsindədir. Feili birləşmə deyir, göyün üzü qapqara qaralıb, havadan yağış qoxusu gələndə. Nə vaxt yağardı? Zaman zərfliyi xəbərlə əlaqələnib, deməli, yanaşma əlaqəsi ilə bağlanıb, tabelik əlaqəsindədir. Doğru cavabdır. Oldu 1, 4, 5 cavablar. 1, 4, 5. İndi baxaq 34-cü suala. Hansı nümunələrdə həm ismi, həm də feili birləşmə işlənmişdir? İsmi də olsun, feili də olsun. Mən həqiqətə oxşayanı deyil. Əgər demişdik ki, bu deyil sözü nə vaxt xəbər olur? Bunun yerinə inkarda olan söz istifadə edə bilirik. Axtarmıram. İnkarda olan söz istifadə edə bilirəm. Nəyi axtarmıram? Deməli, nəyi deyil, məsələn, və yaxud da nəyi deyil? Həqiqətə oxşayanı axtarmıram. Burada olacaq, həqiqətə oxşayanı nə olacaq? Tamamlıq və
An var burada. Feili sifət tərkibi ilə ifadə olunan tamamlıq. Yəni feili birləşməni tapdıq. Həqiqətin özü. İsmi birləşməni də burada tapdıq. Özü. Ona görə də cavabı götürürük. İsmi də var, feili də var. Bəzənib başdan başa şəhərləri, kəndləri cənnət görmək istəyən Azərbaycana gəlsin. Gəlsin xəbər haraya Azərbaycana yer zərfliyi. Bəzənib ismi birləşmə harada da var. Bəzənib başdan başa şəhərləri, kəndləri kim Azərbaycana gəlsin? Cənnət görmək istəyən. Bu oldu mübtəda, lap feili birləşmə. İsmi birləşmə yoxdur cavabda. 2-nin üzərinə keçdik. 3-ə baxaq. Adamlardan uzaq gəzin ki, pislik etməkdən qorxmurlar. Deməli, qorxmurlar kim? İsmi birləşmələr varmı burada? Adamlardan uzaq gəzin, pislik etməkdir. İsmi birləşməni görmürəm burada. O adamlardan. Pislik nədən qorxmurlar? Pislik etməkdən. Bu sayılmır feili birləşmə. Çünki etməkdən yerinə yetirmək və yerinə yetirmək mənasında deyilsə əgər, o məsələn tapşırıqlarımı etmişəm. Yəni burada sadə olacaq. Hal-hazırda mürəkkəb feildir bu. Yəni söz birləşməsi sayılmır. Heç feili birləşmə yoxdur burada. O adamlar uzaq gəzin ki, yəni keçdik variantın üzərinə. Nə ismi tapdıq, nə də feili birləşmə. Müdrik adam ismi birləşmədir. Özünə rəva görmədiyini başqasına rəva görməz. Rəva görməz xəbər. Kim? Müdrik adam. Kimə rəva görməz? Başqasına. Tamamlıq. Nəyi rəva görməz? Özünə rəva görmədiyini. Feili sifət tərkibi. Dığ sögəl mənsubiyyətdə burada. Burada mənsubiyyət. Feili birləşmə var. Bəs müdrik adam deməli yox, belə eləmədim də bunu mən müdrik sözünə qoşdum buna. Adam mübtəda, hansı adam? Müdrik adam. İsmi birləşmə də var. Müdrik adam birinci növdə axı. İsmi birləşmə də var, feili birləşmə də var. Götürək 4-ü də onda. Ondan sonra düşmənini öldürmək əvəzinə onu şəfqət və məhəbbətlə yola gətir. Öldürməyin əvəzi. Deməli bunu tapdıq. Deməli öldürmək əvəzinə. İsmi deyək, feili birləşməni harada görürük? Feili birləşmə, burada feili birləşmə görmürəm mən. Yola gətir. Kimi? Düşmənini. Feili birləşmə yoxdur cümlədə. 5-in üzərindən bir xət. Burada olacaq indi 1 və 4 cavablar. 1, 4. Keçdik 35-ci suala. 35-də deyir ki, hansı nümunədə ismi birləşmənin tərəfləri fərqli nitq səsidir? Fərqli nitq səsi olsun. Yenə yada düşdü bizim sənəmlər. İsmi birləşməni bax gördük burada. Deməli bizim sənəmlər deyəndə bu 3-cü növlərdir ki, deməli yeganə söz birləşməsi ki, belə nümunələri. Birinci tərəfi təyin olur. Və bizim sözü əvəzliyik. Sənəmlər də isim. Onu götürək də. Biri götürək. 2-yə baxaq. İndi ustalar rezin borudan istifadə. Bax, rezin boru. İsmi birləşmədir, bəli. Rezin isim, boru da isim. Götürə bilmərəm. Novruz bayramı ənənələri ilə gözəldir. Tərəfləri deyir. Hansı nümunə ismi birləşmənin tərəfləri fərqli nitq səsidir. Novruz bayramı götürmürük. O mürəkkəbat ənənələri ilə gözəldir. Başqa birləşmə tapmadım axı burada mən. İsmi birləşmə kimi. Oldu cavabımız 1. Bu 35-ci sualda. İzah sizi qane etdisə, faydalı oldusa, ilk növbədə kanala abunə olmağı və videonu bəyənməyi, izahı bəyənməyi unutmayın. Hər birinizə baxdığınız üçün təşəkkür edirəm. Bunların ardı gələcək. Təbii ki, kanala abunə olmağınız və necə reaksiya verməyinizdən asılıdır bunlar. Yəni, yaxşı deyək ki, iştirak edin. Ardı biraz tez çəkilsin, yəni belə deyək də, biraz da tez-tez izah edin bunları. Yəni biraz həvəs gəlsin, motivasiya gəlsin. Sağ olun, gələn dəfəki izahlarda görüşənədək.